Salam, hər vaxtınız xeyir olsun. Bu günləri herpetoloq Anar bəy ilə ilanlar haqqında müzakirə aparacağıq. İstərdim ki, Anar bəy də özünü təqdim eləsin. Salam bəy. Mən Proftes IPM-in mütəxəssisi, zooloq, herpetoloq Anar Cəfərov. İstərdim ki, ilk sualımdan başlayım. Anar bəy, ilanlar qış yuxusundan nə vaxt oyanır? İlanlar qış yuxusundan əsasən yaz bayramından sonra artıq onların qış yuxusundan oyanma prosesi başlayır. Bu da əsasən asılıdır havanın temperaturundan. Temperatur kəskin isinməyə başlasa, təbii ki, birbaşa artıq mart ayının ortalarından oyanma prosesi başlayır. Bəzi növlər daha tez oyanır, bəzilər hissə-hissə uzanır aprelə qədər. Amma temperatur daha sərin olduqda, hətta tez oyanan növlər belə nisbətən gec oyanır. Amma bu asılıdır eyni zamanda havada günün uzunluğundan. Gün uzanmağa başladıqca istər-istəməz bu növlərdə aktivlik artır. Təbii ki, əsasən qış yuxusundan oyanma mart ayının axırları, aprel ayının əvvəllərinə təsadüf edir. O zaman belə bir sual meydana çıxır ki, bəs bizim ərazidə, bizim ölkəmizdə daha çox hansı növ ilanlar geniş yayılıb? Bizim ərazidə 29 növ ilan qeydə alınıb indiyə kimi. Təbii ki, hər araşdırmalar aparılır, yeni növlər çıxır. Bəzi növlər kökü kəsildikcə onu siyahıdan çıxardırlar. Amma ortalama 29 növə qədər qeydiyyatda olan ilan növü var. Təbii ki, onlardan geniş yayılan növləri var. Demək olar ki, Azərbaycanın hər bir arealında rast gəlir. Bu əsasən bildiyimiz iribaş levant gürcəsidir, su ilan, damalı su ilanıdır. Kələz ilanlardır, çuxurbaş kələz ilanı və təlxə növlərinin digər növləri daha geniş yayılıb. Bəs bu ilan növlərindən qorunmaq üçün istər ev şəraitində, istər müəssisələrdə qorunmaq üçün daha çox nələrə diqqət olunması lazımdır və yaxud da əsasən, misal üçün deyək ki, hər hansısa bir növ ilandan qorunmaq üçün və onu olduğumuz ərazidən uzaqlaşdırmaq üçün nə qədər müddət öncə artıq tədbirlərə başlamaq lazımdır? Çox gözəl sualdır. Əsasən də bu yaşayış evlərində və idarələrdə böyük problem yaradır. Çünki bəziləri elə nəzərə alır ki, havalar tam qızıbsa ilana qarşı mübarizə aparmaq lazımdır. Əksində elə deyil. Mübarizə başlamalıdır artıq qış yuxusundan oyanandan. Çünki nəzərə alaq ki, hər bir növlər artıq qış yuxusunda gizlənirlər torpağın altında və temperatur qızdıqca onlar hissə-hissə çıxmağa başlayır. Aktivlik dövrləri başlayır əsasən cütləşmə dövrü ilə, yəni iyun aylarına təsadüf edir. Qış yuxusundan ayılır, qidalanmağa başlayır, nisbətən qidalanıb təzədən öz gücünü bərpa elədikdən sonra bunlarda artıq cütləşmə dövrü başlayır və bu ən intensiv aktivlik dövrüdür. O vaxta qədər artıq mübarizə aparmayanda, yəni ərazilərə dağılmış həmin ilanları toparlamaq çox çətin olur. Əsasən başlamaq lazımdır, deyərdim ki, mart-aprel ayından. Yəni, bunun üçün xüsusi ixtisaslaşmış qurumlar var, yəni əsasən şirkətlər var ki, tərkibində, daxilində ixtisaslı kadrları var, məsələn, ilan tutanlar, herpetoloqlar var idi, sertifikatdır. Yəni, onlara müraciət olunur. Təbii ki, onlar əraziyə yaxınlaşır. Xüsusi repellentlər var, yəni ilan qovucu repellentlər. Onlarla ərazi işlənilir, monitorinqlər aparılır, ərazidə mütəmadi ərazi təmizlənir. Tam aktivlik dövrünə artıq çatanda artıq ərazilərdə ilanlar olmur. Yəni, vaxtında aparılmayan proseslər nəticəsində ilanlar əraziyə daxil olur və aktivlik dövründə hər yerdə rast gəlməyə başlayır və onlarla mübarizə çox çətinləşir. Bəs bu ilanlarla mübarizə istər ev şəraitində, istər şirkət və müəssisə daxilində necə aparılmalı, necə qorunmaq olar? Bunların bəs fərqləri nədir? Vasitələr çoxdur. Dediyim kimi, əsasən tutmağa cəhd eləməsinlər. Çünki əgər siz növləri tanımırsınızsa, çünki dediyim kimi bizdə zəhərli növlər, yarım zəhərli növlər və zəhərsiz növlər var. Eyni zamanda bilmədiyiniz halda, yəni ilana hətta zəhərli növü belə tutmaq cəhd elədiyiniz zaman o sizi sanca bilər. Yəni, necə deyərik, qaş düzəltdiyi yerdə vurub gözü çıxardır. Ona görə biraz o barədə ehtiyatlı olmaq lazımdır. Əgər bilinmirsə, mütəxəssis deyilsinizsə, sadəcə olaraq qovucu vasitələrdən istifadə etmək lazımdır. Onlar da tam dediyim kimi əhatələnmir, nisbi
təsir göstərə bilir. Məsələn, repellentlərdən fiziki şəxsdir, belə deyək, insandır, öz evini dərmanlamaq istəyirsə, repellentlərdən istifadə edir və müəyyən qovucu xarakteri malikdir. Amma bunlar tam effektiv olmur. Çünki ilan ola bilsin ki, çölə qovduğu kimi içəridə də saxlaya bilir və ilan evin içində qalır və onu uzaqlaşdırmaq üçün yenə dediyim kimi ixtisaslı qurumlara müraciət olunmalıdır. Sadəcə olaraq əgər həyətdə ilan yoxdursa, görməyibsə, o daha rahatdır, asandır. O zaman repellentlə evlərin ətrafını işləyir, həyətin ətrafını işləyir və əraziyə ilan girməyinin qarşısını bir uzun müddətdə ala bilir. Siz də razılaşarsınız ki, insanların demək olar ki, çoxusu ilan növlərini biz tanımırıq. Bilmirik ki, məsələn, bu ilan növü zəhərlidirmi, bu ilan növü yarım zəhərlidirmi və ya da zəhərsizdirmi və ya da bizə zərər vura bilərmi, zərər vura bilməzmi? Bəs ilkin baxışdan görünüş olaraq məlumat verə bilərsinizmi ki, məsələn, evlərdə və yaxud da müəssisələrin həyətlərində belə bir ilan, bu rəngdə və ya bu xüsusiyyətlərə malik ilan görsək, bilməliyik ki, artıq bu çox təhlükəli, buna toxunmaq olmaz, yaxınına gəlmək belə olmaz. Amma ki, deyək ki, bu növ ilanlar isə sizi dişləsə belə narahat olmayın, yəni onun zərəri çox da sizə olmayacaq və daha az zərər digərlərinə nisbətən. Bildim, sualınız aydındır. Yəni, adətən, belə deyək, bizdə zəhərli ilan əsasən ən təhlükəli bir növdür, iribaş levant gürcəsidir. Onun da xarici görünüşü tamam fərqlənir. Düzdür, oxşar növləri var, onlar bir-birini imitasiya edirlər. Amma nəzərə almaq lazımdır, əsasən baş hissəsi. Əgər gördüyümüz ilanın baş hissəsi çox iridirsə, gözləri şaquli, göz bəbəkləri şaqulidirsə, bu artıq zəhərli ilan, bizdə olan zəhərli ilanın növünə aiddir. Yəni, bu gürcələrə aid olur. Eyni zamanda da risunkalarına da baxmaq lazımdır, rənglərinə baxmaq lazımdır. Adətən boz rəngi olur, üstündə iri ləkələri olur, yəni o ləkələr də ziqzaqvari olur və quyruq hissəsi uzun olur. Çox qısa olur və əksər hallarda qarmaq formasında burulur. Belə deyək də, haradasa 70-80%-də açıq yaşıl rənginə salar verən rəngdə olur. O formada görüləndə bu artıq zəhərli ilandır. Yəni, onu oxşar əlamətlər də görəndə, yəni zəhərli ilanda onu tutmağa ümumiyyətlə cəhd eləməsin. Tutmaq üçün də xüsusi ilan tutan vasitələrdən var, məsələn, qısqaclar var, onlardan istifadə etmək lazımdır. Yəni, əllə götürmək və yaxud da bellə zədələmək o da düzgün deyil. Çünki hər bir canlının nəzərə alaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilmiş qiymət cəyinə görə hüquqi şəxslər 10 mislinə, fiziki şəxslər 250 manat qismində cərimələnə bilər. Yəni, o nəzərə alaq ki, ilanlar bizdə vəhşi təbiətə aiddir, onları tutub yenidən təbiətə buraxmaq. O baxımdan, yəni müəssisələrin əksəriyyətində belə bir tendensiya var. Onlar öz başına onunla məşğul olmur. Dediyim kimi, ixtisaslı mütəxəssislərə müraciət edir, onlar tapır, ərazini təmizləyir və həmin o ilanları təbiətə buraxır. Amma vətəndaşlar da o barədə çox ehtiyatlı olmalıdırlar. Çünki onlar balaca ərazidə onunla müdaxilə edir. Görür ilanı, gəlir, bəzi hallarda həm tutmaq istəyir. Çox vaxt zəhərli ilanı tutmaq istəyəndə də belə özlərini sancır. Belə hal olmuşdu, keçən il, iniş ilidir, Qaxda belə bir hal olmuşdu, bir videosu da paylaşılmışdı. Gürcəni tutur, düzgün tuta bilmədiyinə görə gürcə onun barmağını sancır. Eyni halda artıq o zədələnmiş olur və ən maksimum 2 saat ərzində onu xəstəxanaya çatdırmaq lazımdır ki, zəhər onu öldürməsin. Bəs ilin hansı vaxtlarında ilan təhlükəsi getdikcə azalır və yaxud da hansı vaxtında daha çox artmağa başlayır? Əslində, ilan aktivlik dövrü, dediyim kimi, iyun aylarında ilan təhlükəsi daha aktiv olur. Çünki onlar cütləşməyə gedir, həmin vaxt onlarda aqressiya daha çox olur. Yəni, onlara kimsə müdaxilə eləsə həmin müddətdə daha hücum eləyə bilirlər. Yəni, adi halda ilanlar insanlara hücum eləmir. Bir neçə halları müstəsna olmaq üçün. Bir, dediyim kimi, cütləşmə dövründə, bir qidalanmada. Yəni ki, biz görürük ki, ilan hansı heyvanı tutursa, qidalanmaq istəyirsə və biz əlimizdə taxta ilə onu gəlib qurtdalayıb və yaxud da tutmaq istəyiriksə, bu təhlükəlidir və bizə hücum eləyə bilər, hətta sanca da bilər. Amma adi halda, yəni insanları gördükdə ilanlar qaçır. Çox vaxt əgər mütəxəssis deyilsə, ilanı görmüşsünüzsə, əlinizdə bir taxtazat varsa, yerə döyərək vibrasiya yaratsa, yəni ilan sizi hiss edib ərazidən uzaqlaşacaq. Əksər hallarda elə olur.
Bəs herpetoloji xidmətlərə müraciət edən müəssisələr ən çox nəyə diqqət etməlidirlər? Bəli, əsas yaxşı sualdır. Çünki indi demək olar ki, bütün müəssisələr hamısı verir ki, biz yəni bu sahə ilə məşğul oluruq. Amma aydın olanda məlum olur ki, əksər müəssisələrdə bu sahə üzrə mütəxəssis demək olar ki, yoxdur və yaxud da ki, öz ixtisası üzrə deyil. Öz ixtisası üzrə deyil və belə deyək də, sertifikatların bəziləri yanlış olur. O sahə üzrə ümumiyyətlə işləməyən bir adamdır. Kimdən nə soruşurlar, deyir ki, mən bacarıram, gəlib işləyir və nəticədə ərazi təmizlənməli olduğu halda ərazidə problem həll olunmur və problem qalır və təhlükə olduğu kimi qalır. Əsasən nəzarət eləmək lazımdır ki, həmin şəxsin belə deyək, praktikası şirkət tərəfindən təqdim olunmalıdır. O insan bu sahənin üzrə neçə işləyib, işləməyib, harda təlim görüb, harda bacarıb bu sahə üzrə mütəxəssisdir yox. Ondan sonra bu işi həmin şəxsə həvalə eləmək olar. Bəs ilan sancmaları zamanı ilkin müdaxilə olaraq nələrin olunması daha düzgündür və yaxud da təqribi ardıcıllıq necə olmalıdır? Gözəl sualdır. Yəni, ilan dişləməsinə bütün növlər dişləyə bilir. Çünki dediyim kimi, biz onları tutmağa cəhd edəndə dişləyir. Amma dediyim kimi, bizdə əsasən zəhərli ilanlar 8 növdür. 5 dənə yarım zəhərli növ var və qalanları zəhərsizdir. Yarım zəhərlilər də əgər insanda allergiya yoxdursa, insana demək olar ki, heç bir ziyan vurmur. Əsas problem bizdə zəhərli növlərdir. Onların da içində əsasən 2 növdür. Bir, qalxan sifət, bir də dediyimiz kimi levant gürzəsidir. Hər ikisi əsasən əhalinin çox olduğu ərazilərdə daha çox rast gəlir. Biri əsasən bizdə cənub bölgəsindədir, qalxan sifət ilanlar. Onlar əsasən Talış bölgəsinə düşür. Orada əsasən əkin sahəsində, insanların yaşadığı evlərin ətraflarında olur və ən çox orada insanları sancır. Ancaq iribaş levant gürzəsi demək olar ki, Azərbaycanın qalan 90-99% ərazisində geniş yayılıb. Sancma əsasən nətər olur? Təsadüf nəticəsində sanca bilər, ayaqdan, əldən. Bu halda əksər hallarda ölümlə nəticələnmir. Amma həkimə çatdırmaq vacibdir, çünki fəsadları çox ağır olur. Həkimə yaxınlaşmaq lazımdır. İlk olaraq təcili yardıma. Təcili yardımdan yəqin ki, toksikologiya mərkəzlərinə aparılacaq. Orada qan yuyulur. İlk olaraq nə etmək lazımdır? Əgər ilan sancıbsa sizi, ilan sancan yerdən 15 sm yuxarıya yüngül sarğı qoyulur, sıxılır, tam sıxılmır. Çünki tam sıxılsa orada çürümə baş verə bilər. Çoxlu maye qəbul eləmək lazımdır və təbii ki, nəqliyyat vasitəsinə qoyulub təcili yardıma və yaxud da toksikoloji mərkəzə çatdırılır. Bəs həmin ilanın dişlədiyi hissəni tərpətmək olar, yoxsa elə sabit qalmalıdır? Əgər siz belə deyək, mütəxəssis deyilsinizsə ki, orada və yaxud da xəncərlə çartasız və yaxud da bıçaqla çartıb o zəhəri sormağa və yaxud da heç bir avadanlığınız yoxdur sormağa, ən yaxşısı əl vurulmaz. Çünki ora yaranı atsaz, ora mikrob da düşə bilər. Belə deyək, təkcə zəhərdən yox, ora təsadüf düşən mikrobdan da insan ölə bilər. O zaman herpetoloji xidmətlərdən danışmışkən istərdim buna uyğun digər sual da verim. Adətən müəssisələrdə daha çox hansı istiqamətdə xidmətlər üçün müraciət edirlər və yaxud da daha çox nələrlə maraqlanırlar? Adətən müəssisələr ərazilərdən ilanların təmizlənməsinə, yəni biz onu repellentlər vasitəsilə edirik, monitorinqlər vasitəsilə edirik və əksər hallarda müəssisələr dayanaqlı yoxlamalara daha çox üstünlük verir. Belə ki, dərmanlanandan sonra hər həftə ərazidə monitorinqlər var. Monitorinqlər nə üçün aparılmalıdır? Biz xüsusi tələlər hazırlayırıq, əraziyə yerləşdiririk ki, dediyim kimi repellentlər zəhərli deyil. Repellentlər yalnız sürünənlərin ərazidən uzaqlaşmasına xidmət eləməlidir. Amma dediyim kimi, təkcə uzaqlaşma yox, eyni zamanda da içəriyə də qova bilir. Və içəridə qalan o ilanların ərazidən təmizlənməsi üçün xüsusi təllərdən istifadə olunur və mütəmadi monitorinqlər aparılır ki, əraziyə təsadüfən keçmiş hər bir ilan ərazidən tutulsun, belə deyək, ölməmiş təbiətə buraxılsın. Bəzən biz təhlükənin fərqində olmuruq. Misal üçün, bilmirik ki, bizim yaşayış yerimizdə ilanlar olması yayıla bilərmi, aktivdirlərmi və yaxud da işlədiyimiz ərazidə
Şəxsi təcrübənizdən sual vermək istərdim ki, daha çox Bakının hansı hissələrində iş və yaşayış yerlərində ilana daha çox rastlamaq mümkündür? Belə deyək, Bakı Qobustan ərazisi, Abşeron ərazisi, ilanlarla zəngin ərazilərdən biri sayılır. Yəni ortalama hardasa 16 növ ilan var burada. Yəni bu ilanlarda ərazi üzrə demək olar ki, proporsional paylanıb hər bir ərazisində rast gəlir. Hətta əksər hallarda olur ki, şəhərin mərkəzində belə, baxmayaraq ki, demək olar ki, torpaq ərazi rast gəlinmir və ora hansısa bir ilanın gəlib düşməyi özü bir möcüzədir. Amma yenə də intensiv olaraq şəhərin mərkəzində də rast gəlir. Əsasən şəhər kənarı ərazilərdə, yəni nəzərə alaq ki, bağ əraziləri bizdə şəhərin ətraflarına düşüb. Ən çox rast gəlinəcək ərazisi bağ əraziləri. Məsələn, Şıxov əraziləridir, Şıxovdur, Bilgəhdir, Mərdəkandır, Buzovnadır. Sonra üzü bu tərəfə, məsələn, Binəqədi, Binəqədi ərazisidir. Yəni şəhərin ətraf hissələrində ən çox geniş yayılır.